Gelmiş Sadık gel. Sen bana tel kurtardın gaga. Sen olmasam ölmüştüm ya, Allah razı olsun ha. Ne tel geldin, ne oldu? Ne tel geldin, ne tel kurtardın beni. Gaga onsuz da elə çox uzaqda değildiz. Yəni adamlarımız görüb mənə deyiblər, sağ olsunlar. Mən də gəldim köməyə. Gör nə deyirəm, Tuncayı vurdu bizim adam. Bizim adamlardan biri Tuncayı vurdu. Vuruldu Tuncay. Tuncay. Deməli vurulub. Yəqin ki ölməyəcək. Amma biz bu adamla danışıb eləyək də day. Bu Hüseynlə. Yəni Tuncay biraz oyalansın. Yəni Tuncayı oyalamaq üçün belə şey elədim. Ha. Yaxşı eləmsən, yaxşı eləmsən. Yaxşı elib öldürmüsən. Yəni vurmusan da. Bəlkə bu adam ölsün. Mən də bezdim. Ölsün hə da bu adam. Ölsün geçsin hə. Məncə də ölsün bu adam. Hüseynə zəng edib dənə konum atım. Bu axşam da görüşək. Adamı təhdid elədim falan filan. Bir təhər alındırdım da yəni Davud. Alo. Hüseyn. Pul hazırdırsa mən sənə konum atıram. Bu axşam orada görüşək. Yaxşı mı Hüseyn? Hə. Bax belə. Ağıllı ol. Sənə konum atıram. Axşam gəl. Gözləyirəm. Axşam gələrsən. Mən də axşam orada olacam. İşimizi eləyək. Bax belə. İşi qurarlar. Deməli gülləni çıxartdıq, hələ ki həyatda təhlükəniz yoxdur, amma yenə də çox hərəkət eləməyin, özünüzə yaxşı baxın. Çox sağ ol əşim, çox sağ ol. Gedə bilərsən. Allah şofa versin. Eyvallah. Nətərsən oğlum, çox ağrımır ki belin. Belim biraz ağrıyır ama yaxşıyam. Burada vurdu məni şərəfsizlər. Gör nə deyirəm, Mir Sadiqlə Davud Hüseynə bir məşan göndəriblər ki, bu axşam gəl. Sən gedə bilərsən? Belim çox ağrımır ki. Həll eləyərəm, elə ciddi bir problemim yoxdur, çox şükür. Həll eləyəcəm. Öldürəcəm onları. Hardasən hə Hüseyn? Zəncilin görmə bunu. Yaxşı Sadiq bəy. Nə baş verir ala? Telefon ışığını yandırın görün. Belindən xəncələdiyiniz adam gün gələr, kəllənizi alar. Mir Sadiq də belə getdi. Görək Davudu nə edirik? Evə gəldik oğul. Gəldik. Halaldır sənə oğul. Necə bazardın sən belə bu işi? Halaldır sənə. Mir Sadiq ortadan qaldırdın. Öldürdün. Konum buranı göstər ata.
Mirsadik bura gələcək. Sən işıq yenində deyən, vaxt gələndə lazım olan elə, mən də qıraqdan baxıb olacaq. Belindən xəncərləriniz alan gün gələr, kəllənizi alır. Mirsadik də belə getdi. Görəkdə oxuyur. Çox sağ ol ata. Bu ışığı söndürüp yandırma işini eləməsəydin, belə işlər eləyəm, belə hərəkətlər eləyə bilməzdin bəlkə də. Çox sağ ol ata. Sənin sayəndə ata. Var ol. Eyvallah. Eyvallah oğul, eyvallah. Mənim dostum məni çağırdı. Bayaqları mənə yazdı. İndi gedirəm onun yanına. İndi axşam da gezdi. Yəqin ki onlarda qalıb biraz oyun oynayıb eləyərəm nəsə. Damladan zatdan da bilirsən sən bizi. Neysə də mən sabaha gələrəm yəqin ki. Yaxşı ata, gez sən get. Sağ ol oğlum. Evciyevə yaxınlaşdım. Az qaldı. Dostumun evi də oradadır. Gedək görək neyindik. Davud. Məndən gələsən Abdullah. Biz çoxuq, sən təksən. Bizlə gəlməlisən. Adamlığın yoxdur da. Yanına varsan 5-6 tane itivi. Adam qatırdı sənə. Oğlum Tuncaya da heç nə deyə bilmərsən ha. Bizlə gələsən, yoxsa ölərsən. Sakit olun. Belə görəm çox meyillisiz ölməyə. Başqa çarəm yoxdur. Gəlirəm.